Arkadaşlar o videoyu da yükleyeceğiz. Yanlışlıkla videoyu bitirdik. Neyse o videoyu da yüklerim. Neyse. Deməli dostlar, mən İkinci anı belə bir dənə anlatıyordu. anım var idi. Belə o da dava anısıdır. Deməli, yəni birini davada həyatını qurtardım birisinin. Deməli, mən oxutan bürcüyəndə, mən ilk sinifimə girəndə, yəni sinif müəllimə sinifinə də hamı mənə baxdı. Nəysə, belə otururduq, belə şeylər edirdik. Sinif yoldaşlarımla yaxşı anlaşırdım. Yəni ünsiyyətli uşağım mən. Nəysə, belə biz bir dənə dava çıxdı sinifdə. Yox, sinifdə deyil, koridorda dava çıxdı. Mənim burama qədər çatan bir dənə uşaq idi. Yəni böyük bura qədər çatan 11-ci sinifin uşağı idi. Balaca uşağı zorbalayırdı. Tam şillə yapışdırırdı ki, ya çənəsinə ya da yüzünə yumruğu yapışdırırdı ki, mən o balaca uşağın biləyindən belə yapışdım, dartdım onu. O da bizim qonşuydu, şans əsəri. Nəysə, onun da sinifini tanıyırdım. Bizim yanındakı siniflə eyni idi. Demedim mi lan sinife dava var gel kömək edin diye. Hayır, demədim. Ben əlindən tutdum, dartıram onu. O da ki, o uşağa doğru gedir. Axır ki, o iki əlində tutdum. Onu sinifinə qoydum. Dedim ki, hadi eyvallah, bu da sana kapak olsun. Bye bye. Bye.